Salam, mənim xırdalıqlarda böyük gözəlliklər tapan, dünyanın nizamı və iti zəkası ilə daha yaşanqlı edən əziz qızlarım və yüksələni qız olan dəyərli dinləyicilərim. Avqust ayının son həftəsinə qədəm qoyuruq və hər şeydən öncə sizi ürəkdən təbrik etmək istəyirəm. Çünki artıq günəş sizin bürcünüzə keçid edib, səmanızda sizin günəşiniz parlayır və doğum günü mövsümünüz rəsmi olaraq başlayır. Bu, sizin üçün sadəcə təqvimdə yeni bir ayın gəlişi deyil, bütöv bir ilin energetik yenilənməsi, daxili batareyalarınızın tam dolması və həyatınızda yeni bir səhifənin açılması deməkdir. Gəlin indi özünüzə sevdiyiniz o ilıq bitki çayını və ya ətirli qəhvənizi hazırlayın, ən rahat güşənizə çəkilin və beyninizdəki o analitik siyahıları bir anlıq kənara qoyub. Göy üzünün bu 7 gün ərzində məhz sizin üçün hazırladığı o xüsusi xəritəyə birlikdə göz gəzdirək. Siz qız bürcləri Merkurinin idarəsində olan, analitik düşünən, hər şeyi sistemləşdirən və ətrafındakı xaosa nizam gətirən müdrik insanlarsınız. Siz olmasaydınız, inanın ki, bu dünya tam bir qarışıqlıq içində qalardı. Amma sizin ən böyük sınağınız da elə məhz bu xüsusiyyətinizdən irəli gəlir, mükəmməlliyətçilik. Hər şeyin ideal olmasını istəyirsiniz, xırda bir qüsur belə gözünüzdən qaçmır və həmin qüsuru düzəltməyincə rahatlaşmırsınız. Lakin 24 avqust səhərinə, həftənin ilk gününə oyandığınız an kainat sizə pıçıldayacaq ki, bəzən mükəmməl olmayan şeylər də özlüyündə gözəldir. Həftəyə başlarkən içinizdə böyük bir enerji, hər şeyi qaydaya salmaq, həyatınızı, işinizi, sağlamlığınızı sıfırdan planlaşdırmaq həvəsi olacaq. Bazar ertəsi və çərşənbə axşamı günlərində bu yüksək motivasiya sizə inanılmaz bir məhsuldarlıq bəxş edəcək. İş yerinizdə, şəxsi layihələrinizdə başqalarının saatlarla baş çıxara bilmədiyi düyünləri siz bir neçə dəqiqəyə həll edəcəksiniz. Lakin xahiş edirəm, bu 2 gündə özünüzə və ətrafınızdakilara qarşı çox sərt olmayın. Hər kəs sizin kimi hər detalı incəliyinə qədər görə bilmir. Həmkarlarınızın və ya yaxınlarınızın etdiyi kiçik səhlənkarlıqları dərhal tənqid etmək əvəzinə onlara yol göstərin. Tənqidinizin dozasını tənzimləmək bu həftənin ilk günlərində sizin ən böyük mənəvi imtahanınız olacaq. Əks halda, haqlı olduğunuz halda haqsız vəziyyətə düşə bilər, ətrafınızdakı insanların sizdən inciməsinə səbəb ola bilərsiniz. Çərşənbə və cümə axşamı günlərinə doğru irəlilədikcə fokusunuz təbii olaraq maliyyə məsələlərinə, büdcənizə və şəxsi dəyərlərinizə tərəf sürüşəcək. Siz pul mövzusunda çox hesablı, gələcəyini düşünən və plansız xərcləri sevməyən bir bürcsünüz. Cüzdanınızın vəziyyəti sizin üçün emosional təhlükəsizlik deməkdir. Bu 2 gündə maliyyə sahəsində kifayət qədər müsbət, bərəkətli təsirlər mövcuddur. İş həyatınızda uzun müddətdir çəkdiyiniz zəhmətin, göstərdiyiniz dəqiqliyin qarşılığı olaraq bir mükafat, maaş artımı və ya yeni bir gəlir fürsəti gündəmə gələ bilər. Əgər şəxsi biznesiniz varsa, yeni müştərilərin cəlb olunması, faydalı müqavilələrin bağlanması ehtimalı çox yüksəkdir. Lakin diqqətli olmalı olduğunuz bir məqam var. Günəş sizin bürcünüzdə olduğu üçün daxilinizdə özünüzə investisiya etmək, görünüşünüzü dəyişmək, qardırobunuzu yeniləmək və ya sağlamlığınızla bağlı bəzi prosedur xərcləri etmək istəyi yarana bilər. Bu xərclər tamamilə təbii və lazımdır, çünki siz özünüzə dəyər verdikcə kainat da sizə daha çoxunu bəxş edir. Sadəcə impulsiv, ani qərarlarla, sadəcə endiririmdədir deyə ehtiyacınız olmayan şeyləri almaqdan çəkinin. Hər şeyi tərəziyə qoyun, dəyərləndirin və sonra addım atın. İndi gələk sizin bəzən məntiqinizin arxasında gizlətməyə çalışdığınız, amma daxilinizdə dənizlər qədər dərin olan duyğusal dünyanıza, sevgiyə və ikili münasibətlərə. Siz qızlar sevgini pafoslu, dəbdəbəli sözlərlə deyil, hərəkətlərinizlə, qayğınızla, qarşı tərəfin həyatını asanlaşdırmaqla nümayiş etdirirsiniz. Siz bir insanı sevirsinizsə, onun problemlərini həll edir, ona dəstək olursunuz. Amma qarşı tərəf bəzən sizdən sadəcə quru bir qayğı deyil, romantika, duyğusal açıqlıq və şirin sözlər gözləyir. Həftənin ikinci yarısı, xüsusən cümə günündən etibarən şəxsi həyatınızda çox vacib bir balans qurmağınız tələb olunacaq. Əgər bir münasibətiniz varsa, sevdiyiniz insanla olan söhbətlərinizdə müəllim və ya müfəttiş rolundan çıxın. Onu tərbiyə etməyə, səhvlərini düzəltməyə çalışmayın. Onu olduğu kimi, bütün qüsurları ilə birgə qəbul etməyə cəhd edin. Cümə və şənbə günləri birlikdə vaxt keçirmək, dincəlmək, bəlkə də birlikdə təbiət qoynunda olmaq aranızdakı o görünməz gərginliyi tamamilə aradan qaldıracaq.
Unutmayın ki münasibət bir layihə deyil, onu idarə etmək lazımdır, münasibət bir axındır, ona təslim olmaq lazımdır. Bəs qəlbi boş olan, yanına məntiqinə və ürəyinə eyni anda yatan birini axtaran qızlar nə etsin? Əzizlərim, siz kimisə bəyənmək mövzusunda çox çətin insansınız. Şərtləriniz çoxdur, standartlarınız yüksəkdir. Amma həftə sonu göy üzü sizə elə bir sürpriz hazırlaya bilər ki, bütün o sərt standartlarınızı bir anlıq unuda bilərsiniz. Şənbə günü sosial çevrənizdə iş vasitəsilə daxil olduğunuz bir mühitdə və ya hətta gündəlik işlərinizi həll edərkən zəkası, nitqi, dünya görüşü ilə sizi valeh edəcək biri ilə qarşılaşa bilərsiniz. Siz ağla aşiq olan bürçsünüz, qarşınızdakı insanın iki cümləsi sizin daxilinizdəki o maraq qığılcımını yandırmağa bəs edəcək. Dərhal o insanı analitik süzgəcinizdən keçirib qüsurlarını axtarmağa başlamayın. Bircə dəfə də olsun buraxın, hiss etdiyiniz o həyəcan sizi hara aparırsa oraya getsin. Cəsarətli olun, özünüzə xoşbəxt olmaq üçün icazə verin. Həftə sonuna doğru, yəni şənbə və bazar günlərində eviniz, şəxsi yaşam sahəniz və ailə münasibətləriniz ön plana çıxacaq. Qız bürcü üçün ev bir məbəddir, oradakı təmizlik və nizam daxili hüzurun əsasıdır. Bu həftə sonu evinizdə böyük bir təmizlik, əşyaların yerini dəyişmək və ya lazımsız istifadə olunmayan şeylərdən qurtulmaq istəyəcəksiniz. Və inanın ki, bu sizə inanılmaz dərəcədə ruhi bir terapiya olacaq. Evinizdən atdığınız hər lazımsız əşya ilə bərabər, zehninizdən də sizi yoran bir düşüncənin atıldığını hiss edəcəksiniz. Ailə daxilində, xüsusən böyüklərlə və ya bacı-qardaşlarla olan ünsiyyətdə təmkinli olun. Onların həyatına müdaxilə etmək, onlar üçün nəyin yaxşı olduğunu diktə etmək əvəzinə sadəcə yanlarında olduğunuzu hiss etdirin. Bəzən insanlara məsləhət deyil, sadəcə qucaqlanmaq lazımdır. Gələk sizin ən həssas nöqtənizə, sağlamlığınıza və bədəninizin sizə göndərdiyi siqnallara. Qız bürcü astrologiyada həzm sistemini, mədə-bağırsaq nahiyəsini və sinir sistemini idarə edir. Siz stresi, narahatlığı, gələcək qorxusunu birbaşa mədənizdə hiss edən insanlarsınız. Əsəbləşən kimi həzm sisteminiz pozulur, mədənizdə sancılar başlayır. Bu həftə, xüsusən də doğum gününüzün gətirdiyi o energetik keçid ərəfəsində bədəninizə xüsusi qayğı göstərməlisiniz. Qidalanma rejimizə diqqət yetirin, təmiz, təbii, mədənizi yormayan yeməklərə üstünlük verin. Bol su içməyi unutmayın. Sinir sisteminizi sakitləşdirmək üçün axşamlar çoban yastığı və ya melisa çayı içmək, ilıq duş almaq və ekranlardan uzaq durmaq sizə çox yaxşı təsir edəcək. Zihniniz o qədər sürətlə işləyir ki, yatarkən bilinələrisə planlaşdırırsınız. Bazar günü lütfən beyninizə pauza düyməsini basın. Meditasiya edin, sakit bir musiqi dinləyin və ya sadəcə açıq havada, parka çıxıb yarpaqların səsini dinləyin. Bədəninizin dincəlməyə ehtiyacı var. Mənəvi baxımdan bu həftə sizin üçün öz dəyərinizi anlamaq, daxili gücünüzü qəbul etmək həftəsidir. Siz başqalarına kömək etməkdən, hamının dərdinə dərman olmaqdan özünüzü unutmağa meyillisiniz. Amma bu günlərdə anlayacaqsınız ki, dünyanı xilas etməzdən əvvəl özünüzü xilas etməlisiniz. Özünüzə vaxt ayırın, özünüzü şımardın, nailiyyətlərinizi qeyd edin. Siz hər şeyin ən gözəlinə layiqsiniz. İçinizdəki o işığı sönməyə qoymayın. Əziz qızlar, yeni yaşınız, yeni həftəniz sizə bol bərəkət, sonsuz hüzur, sağlamlıq və təmiz, samimi sevgilər gətirsin. Hər anın dadını çıxarın və unutmayın ki, siz elə olduğunuz kimi bütün varlığınızla mükəmməlsiniz. Yeni yaşınız mübarək, uğurlu və sakit bir həftə diləyilə.